Elə işğaldan azad edilmiş ərazilər demişkən, Cəbrayıl rayonunun Şükürbəyli kəndinə bugün növbəti köç çatıb və 119 ailəyə yeni evlərinin açarları təqdim olunub. Kəndə köçən ailələr qarşılandıqdan sonra onlara Anaman əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, eləcə də belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub. Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər də iştirak ediblər. Qeyd etmək istəyirəm ki, bugün həm də Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə də ilk köç karvanı yola salınıb və sakinlərin doğma yurda qayıdışı təmin edilib. Doğma ocaqlarına qovuşan ilk qrupun, deməli ilk sakin qrupu 14 ailədən ibarətdir və beləliklə uzun illər həsrətinə son qoyan 64 nəfər Böyük Qaladərəsi kəndində öz evlərində məskunlaşıblar və kəndə çatan köç karvanı sevinclə qarşılanıb və Şuşa rayonunda Azərbaycanın Prezidentinin xüsusi nümayəndəliyinin, həmçinin qaçqınları və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin məsul şəxsləri evlərin açarlarını ailələrə təqdim ediblər. Rəsmi şəxslər sakinləri təbrik edərək kənddə qısa müddətli infrastrukturun qurulduğunu və əhalinin dayanıqlı məskunlaşması üçün bütün zəruri addımların atıldığını da vurğulayıblar.